Alo? Alo. İskender. Düz 15 il keçdi. Özün üçün yaxşı həyat qurmusan ha. Başa düşmədim. Sən kimsən mənə belə danışdın? Səsimdən tanımadın. Mən nə bilim sən kimsən? Hardan tanıyım? Tanımazsan da Düz 15 il. öz şərikini atdırdın içəri. Zöhrə, Ha, Zəhrab. bəs sən içəridə deyildin? Nə vaxt çıxmısan? Bəsdir də İskəndər, bu uşaq söhbətlərini elədin. Ha, uşaq demişkən, oğlun mənim yanımdadır. Nə? Narahat olma. Nə dedin? Deyirəm, oğlun mənim yanımdadır. Narahat olma. Zöhrə. Deyirəm sənə. Oğlumun başından bir tüyəsi olsa, dünyanı başına çevirirəm sənin. Bildin? Oğlumu istəyirsənsə, sağ-salamat evə qayıtsın. Onda tək gəlirsən yanıma. Yanında heç kim olmasın ha. Bu, ikimizin arasında olan söhbətdir. Zöhrəm, gələcəm. Özü də tək gələcəm sənin yanına. Sən eşitəsin. Ata ben bunlardan çok... Məndən xəbər gözlə. Tek dedin, tek geldim. Bırak uşağı. Bırak uşağı, söhbətimizi eləyək. İskəndər. O, 15 ilin hesabını mənə verəcəksən. Sən də, oğlun da buradan canlı çıxmayacaqsınız. Heç olmasa bir dəfə kişi ol. Bırak oğlum deyirəm. Mənim fikrim var idi. Səni də, oğlunu da burada öldürürüm. Amma sənin bu sözünə görə uşağı buraxıram. Bırak. Ata gedək də qurban olma ata qorxuram. Korkma. Korkma, çol ha. Çol. Şimdi geliriz ya, gelirim. Gedirik yox. Uşaq gedir. Sən burada qalırsan. Ata gedək də nə olur ata gedək. Şimdi gelirik. Bəs bu qədər köməyə baxdıq. Uşağım yola sal getsin. Sen aşağıda beni gözle. Gelin. Yox da ata gedək də. Deyirəm sen aşağıda beni gözle, gelin. Gel. Polisler gelip buradadır. İskəndər, sən mənim üstümə polis gətirmişsən. Ben polis çağırmamışam. Dedin tek geldim. Ben seni kim değilim ki arkadan zərbə vuram. Bu söhbət burada bitmədi İskəndər.